Salam dostlar. Bundan qabaqki birinci videoda deməli test 1, test 2-yə baxdıq suallara. Və orada bəzi səhv eləmirəmsə 2 sualda bir yanlışlığım oldu. Üzrlü sayarsınız. Həmin videonun birinci videonun R bölümünə diqqətlə baxın. Orada qeyd olunub. Demək, başlayırıq burada. Bax, qırmızı qələmlə işarələdiyim birinci sual deməkdir. Sonra məsələn növbəti sual, ikinci sual bax budur. Yəni buradakı 4-ləri falan boş verin. Onlar sual nömrələri idi. Burada məsələn baxın 3 nömrəsi var. Burada 4 nömrəsi var. Yəni bunları boş verin. Ancaq qırmızı qələmlə yazılıma baxın. Birinci sual. 148 dərəcəli bir dənə bucaq var. Və təpədən bir şua çıxır. Və biri digərindən 18 dərəcə kiçik olan bucağa ayırır. Məsələn, bir bucaq x-dir, bir bucaq x üstəgəlsin 18-dir. Yəni x dərəcəli bucaq, x üstəgəlsin 18 dərəcəli bucaqdan 18 dərəcə kiçikdir. Və bunların cəmi də məcbur. Bunların cəmi də. Axı 148 dərəcə bucağı ayırmışıq bu ikili bucağı. Bərabər olmalı nəyə? 148-ə. Vəssalam. 148-dən 18 çıxanda 2x bərabərdir. Deməli, neçəyə? 130-a. X də bərabərdir 65 dərəcə. İndi bizə nəyi soruşur? Bucaqlardan böyüyünü tapın. Böyüyü axı x üstəgələn 18 idi. Demək ki, 65-in üzərinə 18 də gəlməliyik. Bu da neçə verər? 70, 83. Yekun cavab 83 olmuş olacaq. İkinci sual. Bucağa qonşu olan iki bucağın cəmi 240-dır. Baxın. Buradan çəkək. Baxın, bucaq verilmiş bucaq bu olsun. Buradakı bucaq. Buna qonşu olan bucaqlar hansıdır? Bir buradakı bucaq, bir buradakı bucaq. Bunların cəmi 240-dırsa, iki bucağın cəmi 240-dırsa, axı burada verilən bu iki dənə qeyd elədiyim hissə qarşılıqlı bucaqlardır, bərabər bucaqlardır. Demək ki 240 2 bərabər yerə bölünüb, bura 120 dərəcə olacaq, bura 120 dərəcə olacaq. Bax, bucağa qonşu olan bucaq. Bucaq buradır. Buna qonşu olan bucaqlar, bax, bura 120 yazdığım yerlərdir. Bunlar da qarşılıqlı bucaqlar deyə. İkisi də bir-birinə bərabərdir. Cəmi də 240-sa 242 bərabər yerə bölünəcək 120. Mənə deyir ki, verilən bucağı tap. Verilən bucaq bax buraydı, sualla qoyduğum yer. İndi burada bir dənə açıq bucaq var axı. Baxın, ya belə baxaram, ya bu tərəfə baxaram belə. Açıq bucaq var. Bir dərəcə 120 dərəcədir. Bir dərəcəsi neçə olmalıdır? 60 dərəcə olmalıdır ki, açıq bucaq 180 dərəcə əmələ gəlsin. Cavab 60. Burada cavab olacaq A variantı. Növbəti sual. Qonşu bucaqlardan biri digərindən 9 dəfə böyükdür. Bax, fikir ver. Qonşu bucaqlar biri x-dırsa, biri 9x-dir. Qonşu bucaqların cəmi nədir? 180 dərəcə. Bunları toplayıb 180 dərəcəyə bərabər eləsək, buradan x-in 18 olduğunu görərik. Yəni 180-i 10-a böləcəm. Mənə deyir, böyük bucaqda. Böyük bucaq tapmaq üçün 18 dərəcəni 9-a vurmalıyam. 9-a vursam, deməli 90, o da 72. 162. Cavab C variantı 162. Növbəti. Uyğun tərəfləri perpendikülər olan bucaqlar ya bərabərdir, ya onların cəmi 180-dir. Nisbət varsa, deməli cəmidir də. Yəni 2x-la 7x-in bucaqların cəmi 180 dərəcədir. Buradan x alarsınız ki, 180 bölünsün 9, 20 dərəcə. Mənə deyir, kiçik bucağı tap. Kiçik bucaq 2-yə uyğundur. Ona görə 2-ni vurmaq lazımdır 20-yə. Bu da deyəcək neçə? 40 dərəcə. Yəni, cavab burada 40 dərəcə. Növbəti sual. Uyğun tərəfləri paralel olan iki bucağın dizəri görsək. Eyni tip sualdır. Uyğun tərəfə paralel olan bucaqlar da ya bərabərdir, ya da bunların cəmləri 180 dərəcədir. İndi bucaqlar 5-7-yə nisbətindədirsə, deməli bunların cəmlərindən söhbət gedir. Yəni 5x üzərinə gəlsin 7x bərabərdir 180 dərəcəyə. Buradan 12x bərabərdir 180 dərəcəyə. 180-də 12-yə bölən neçə eləyər? 15 dərəcə. X 15 dərəcədir. Bizə deyir ki, böyük bucaqda. Böyük bucağa uyğun 7-dir. Demək ki, 15-i 7-yə vuracaq. Bu da neçə eləyər? 105 dərəcə. Yəni, sualın düzgün cavabı olacaq 105 dərəcə. Növbəti sual 6-cı. Uyğun tərəfləri perpendikülər olan iki bucağın fərqi 40-dır. Bax, uyğun tərəfləri perpendikülər iki bucağın cəmi 180-dir. Fərqi isə 40-dır. Böyük bucağı tapmaq üçün nə etməliyəm? Praktik qayda var. 180 ilə 40-ı toplayıb 2-yə bölməliyəm. 2-yə bölməliyəm. Bu praktik qayda birinci videoda dəfələrlə istifadə olundu. 220-ni 2-yə böləndə 110. Cavab burada B variantı 110. Növbəti sual. Bu sualı eləmək üçün biraz buranı silim. İndi burada məsələ nədir?
Deyir ki, AB parçası var. Baxaq. AB parçası var. AB parçası var. A, B. AB parçasının orta nöqtəsi C-dir. Bax, bu C orta nöqtədir. Bu C, dəqiqə. Bu C orta nöqtədir. Yəni ki, bu tərəflə bu tərəf bərabər yerə bölünüb. Bərabərdir daha doğrusu. D nöqtəsi C ilə B arasında yerləşir. D nöqtəsi C ilə B-nin arasında. D də buradadır. Hal-hazırda buradadır. Ya, amma demir ha, D nöqtəsi orta nöqtədir. Orada ehtiyatlı olun. AD A-dır. A-dan D-yə qədər məsafə. A-dan D-yə qədər məsafə A-dır. A-dan D-yə qədər. B-dən D-yə qədər məsafə B-dir. B-dən D-yə qədər məsafə B-dir. Bax, B-dən D-yə qədər məsafəyə B yazdım. Düzdür. DC-ni tap. Yəni DC-yə də bir x deyirəm. DC-yə x deyirəm. İndi DC-yə x dediyim üçün uşaqlar, baxın, C-dən B-yə qədər məsafə nə olur? C-dən B-yə qədər məsafə. X üstəgəl 40, x üstəgəl B. Yəni x-i buradadır, B-si də buradadır. X üstəgəl B olur. C-dən B-yə qədər. Axı A-dan da C-yə qədər, elə C-dən B-yə qədər idi. Axı C orta nöqtədir, yarıya bölünmüşdü. C ümumunu yarıya bölmüşdü də. Bura x üstəgəl B idisə, onda A-dan C-yə qaldı x üstəgəlinsin B. Çünki ikisi də bərabərdir. A-dan C-yə də x üstəgəl B-dir. C-dən B-yə də x ilə B-nin cəmi x üstəgəl B olmalıdır. İndi isə uşaqlar, baxın, burada baxın, A mən nəyə demişəm? A-dan D-yə. Amma halbuki A-dan D-yə x üstəgəl B, bir də x var. Bunların cəmi A-ya bərabər. İndi baxın. X üstəgəlinsin B. Üstəgəlinsin buradakı x bərabərdir A olmalıdır. Çünki A-dan D-yə qədər məsafə A-dır. Buradan 2x bərabərdir. A-dan B-ni çıxıram. B-ni atıram sağ tərəfə. X-i tapmaq üçün A-dan B-ni çıxıb, təbii ki, x-in yanında 2 yox idi. 2-yə böləcəm. Vəssalam. Elə məndən də x-i soruşmurdu. Mən CD-yə x demişdim də. Mənə deyir DC-ni tap. A çıx B bölü 2. Yəni burada düzgün cavab C variantıdır. A çıx B bölü 2. Növbəti sual da bunun oxşarıdır məncə. Baxaq. Bu 7-ci sualın cavabı idi. A çıx B bölü 2. İndi isə 18, yəni burada 8-ci sualda, yəni qırmızı ilə baxın. 8-ci sual. C AB parçasının orta nöqtəsidir. Yenə bir dənə çəkək. Deməli bura A, bura C orta nöqtədir, bura B-dir. D nöqtəsi AB düz xətti üzərində B nöqtəsindən sağda yerləşir. Hə. Bir dənə onda ehtiyatlı olaq. Deməli orada burada belə eləyək. Dəqiqə. Bura bir C qoyaq. C orta nöqtədir. Bura bir B qoyaq. D də B-dən sağda yerləşəcək. Yəni B-dən sonra gələcək də deyək. Hə. AD ad. A-dan D-yə qədər ümumi məsafə ad. Bunları sileyim. Hə. Ümumi məsafə ad. B-də də B-dir. Bax, B-dən D-yə qədər məsafə B-dir. B-dən D-yə qədər məsafə B-dir. DC-ni tap. DC-ni tap. İndi bir dəqiqə uşaqlar. Mən C orta nöqtədir, düzdürmü? Mən AC-yə x desəm, AC-yə x desəm, elə CB də x olacaq. Çünki C orta nöqtədir. C AB parçasının orta nöqtəsidir. A-dan C-yə qədər məsafə x-dirsə, C-dən B-yə qədər məsafə x olmalıdır. Bunları elədik. İndi x B-nin cəmi A olmalıdır. Çünki ümumi mən bunlar nə demişdim? A-dır da, A-dan D-yə qədər məsafə ümumi A-dır. X var, bir də B var. Bu üçünü toplayanda A olmalıdır da. Ona görə 2x üstəgəlsin B deməli. Gəlin belə eləyək də. Bax, belə yazaq. X üstəgəlsin B bərabərdir A olmalıdır. Düzdürmü? Buradan 2x bərabərdir A çıx B. X də bərabərdir A çıx B böl 2. X A çıx B böl 2-dir. Amma mənə x soruşmur axı. Məndən fikir verin, DC-ni tapın deyir. DC bax buradır. Yəni x-la, baxın, DC baxın buradır. X-la B-nin cəmidir. Aldığım A çıx B böl 2 var, bu x-dir. Yəni A çıx B böl 2 bu x-dir. Mən hələ onun üzərinə buradakı B-ni də əlavə etməliyəm DC-yə getmək üçün. Üzərinə gəlsin B. Bax, diqqətli olaq. Burada alınır nə? 2-də A deməli üstəgəl B onda.
Baxın, bunu orta məxrəc gətirirəm. 2b üstünə mənfi b-yə gələndə üstəgəl b olacaq. Yəni a üstəgəl b bölü 2 olacaq burada cavab. Burada da cavab a üstəgəl b. Bir dəqiqə buranı silim. Burada da cavab olacaq a üstəgəl b bölü 2 b variantı. Yəni 7-ci sualda cavab C variantı, 8-ci sualda cavab B variantı olmuş olacaq. Belə bir maraqlı sualdır əslində. Növbəti. Deməli 9-cu sual. B kör bucaqdır. Beta deyək də. Kör bucaqdır. Buna baxın, buna B deyirəm. Buna Y deyirəm. Buna da A deyəcəm alfaya. Asan da olsun deyə də. Beta kör bucaqdır. Y açıq bucaqdır. Y açıq bucaqdır. Y açıq bucaqdırsa onda 180 dərəcədir də bu. Bunun standart qiyməti var. Onda burada nəyə alaram mən? A üstəgəlsin B bərabərdir 300-dən 180 dərəcə çıxanda 120 dərəcə. 120 dərəcə. Yəni A-nın B-nin cəmi 120-dir. B də burada kör bucaqdır. İndi mənə deyir ki, A-nın, alfanın ala biləcəyi ən böyük tam qiymət. A ən böyük olması üçün B ən kiçik olmalıdır. Ən kiçik kör bucaq hansı ola bilər? 90 tam ədəddə yəqin ki. 91 dərəcə. Düzdürmü? 91 dərəcədirsə, deməli A-nın payına nə qaldı? 29 dərəcə. Çünki 29 ilə 91-i toplayanda 120 eləyir. Cavab A variantı. Bir də deyək, A-nın B-nin cəmi 120-dir. Çünki 300-dən 180 çıxdım. Y 180 dərəcədir. A-nın B-nin cəmi də burada qaldı nə qədər? 120 dərəcə. 120 dərəcədən 91 dərəcə çıxmalıyam. Çünki B-nin ən kiçik qiyməti kör bucaq. B gələ kiçik olsun ki, A böyük olsun. Kör bucaq ən kiçiyi 91 tam ola bilər. Tam ədədi ona görə götürməliyəm ki, alfa da tam olsun. 2 tamın cəmi tam ədəd verəcək. Ona görə B tam ədəddir, yəni 91-dir. A da onda qalacaq 29 ən böyüyü. 9-cu sualın cavabı A variantı. 10-cu. AOB kör bucağının OC tənböləni, onun dərəcə ölçüləri bu olan iki bucağa ayırır. AOB bucağının ala biləcəyi qiymətlərin cəmini tapın. AOB kör bucaqdır və tənbölən bu nisbətdə bölüb onu. Bu nisbətdə. Deməli, bunlar bərabərdir də. Təsəvvür edin, bax, bu bucağa baxın. Bu sualdakı 11-ci sualda bucağa baxın. AOB-dir, düzdürmü? AOB-də OC şüası. Onu bu tərəf məsəl üçün 2x üstəgəl 3y-dir. Bu tərəf isə 8x çıx 6y-dir. O OC-də deyir ki, tənböləndir. Yəni buradakı bucağa bərabərdir. Yəni ki, 2x üstəgəlsin 3y ilə 8x çıxılsın 6y bir-birinə bərabər demək istəyir də bu. Bərabər götürüb, indi bir dəqiqə, bərabər götürəcəyik. Sonra isə AOB bucağının ümumi tapdığımız bu bucağın ümuminin ala biləcəyi qiymətlərin cəmini tapacağıq və AOB-də kör bucaqdır demişdi. AOB kör bucaqdır. İndi 2x üzərinə gələnsin 3y bərabərdir. Tənbölən daxil 2 dənə bucaq bir-birinə bərabər olacaq. 8x çıxılsın 6y. İndi x-ləri bir tərəfə yıxsam 6x bərabərdir. 6x bərabərdir. Deməli nəyə? 9y. 6x 9y-dir. 6x 9y-dir. 3-ə bölsəm, bax fikir verin, 3-ə bölsəm bunu, olacaq 2x, 2x, 3y-dir. Bildiniz necə? Yəni ki, 3-ə bölürəm 6x-i, eləyir 2x. 9y-də 3-ə bölürəm 3y. 2x, 3y-dir. Aparıb burada yerinə yazsam, baxın bu tərəfdə yerinə yazsam, bir bucağım nə olacaq? 2x-in yerinə 3y yazsam, 3y yazsam, 3y, yəni necə? Aşağıdan qoy yazım, aydın olsun. 2x üstə gəlsin 3y deyildi bir bucağımız. Orada 2x-in yerinə yazmalıyam. 3y yazmalıyam. 3y üstə gəlsin 3y olacaq. Bərabərdir 6y. Yəni mənim bir bucağım, təsəvvür edin bir bucaq, hansı ki AOB bucağı var, tənbölən böldü. Bu bucağım 6y-dir. Onda bu bucağım da 6y-dir. Çünki tənbölən daxı bu OC. 6y, 6y. Eləyəcək 12y. 12y-də olmalıdır kör bucaq. Bildiniz necə? 12y kör bucaq olmalıdır. Yəni hansı dərəcələr arasında dəyişməlidir? 90-dan 180 arasında. Aldığımız 12y 90 dərəcə ilə 180 dərəcə arasında dəyişilməlidir və x ilə y də natural ədəddir. Özü verir. Deməli, burada neçəyə bölək? 90-a bölünmür. 6-ya bölək. Hər birini 6-ya bölək. Bura 15 olur. Bura 2y. Bura isə 6-ya bölsəm 30. Düzdürmü? Lap 2-yə də bölək. Yəni tam hissəsini götürəcəm də. 2-yə bölsəm bura olacaq 7,5. 2-yə bölsəm burada y tək qaldı.
Y tək qaldı. Deməli 2-yə bölsəm burada olacaq 15. Yəni y 7,5 ilə 15 arasında dəyişir. Y 7,5 ilə 15 arasında dəyişir. Mənim bucağım da nə idi? 12 y-dir, düzdürmü? 12 y-dir. Bu bucaq kör bucaq olmalıdır. İndi mən burada y hansıları verə bilərəm? 8 verərəm, 9 verərəm. Tam ədəddən söhbət gedir. 8, 9, 10, 11, 12, 13 və 14 verə bilərəm. 15-ə çatmır da. Bunları verə bilərəm. İndi fikir verin, görün hansılar ödəyir. Yəni AB bucağı hansı qiymətləri alır? Onların cəmini soruşur. 8 versəm alır 96. 9 versəm, 14 də versəm təbii ki alacaq. Yəni bu bucaqların hamısını alır da. Çünki zaten mən 12 y demişəm də 90 ilə 180 arasında. Deməli burada y-in aldığı qiymətlərin zaten bu olacaq. Yəni 8, 9, 10, 11, 12, 13, 14-ün cəmini mən toplayıb belə 12-yə vursam, bunun aldığı, AB bucağının aldığı bucaqların cəmini tapacağam. Biraz çətin sual gələ bilər ha sizə. Yəni ki 12 y aldığım mənim AB bucağının dərəcə ölçüsüdür. 12 y. Bu onsuz da 90 ilə 180 arasında yerləşir də. Yəni verilmiş axırda bərabərsizlik var ha 7,5-dən 15 arasında. Orada alınan bütün y-lər bunu ödəyəcək. Tam ədədlər təbii ki. 8, 9, 10, 11, 12, 13, 14-ün cəmini tapıb 12-yə vuracam, cavabı tapacam. Deməli 8 ilə 9 17, bu da 13, 30, bu da 10, 40, 40, bu da deməli 14 ilə 12, 11 də var. 23, 37 eləyir də. 77 aldım da deyəsən. 77 eləyir mi bu? 30, 40, 51, 63, bəli. 63, 77 alıram bunları toplayanda. 12-yə də vuracam. Yəni ki 77-ni vuracam 12-yə. Bu da neçə eləyər? 154, bu da 77. Burada çox oldu axı, bir dəqiqə. Burada nəsə səhv oldu axı. Hə, burada AB bucağının ala biləcəyi qiymətlərin cəmi. Bir dəqiqə. Bir dəqiqə. Demək, bir də eləyək bunun. 2x üstə gəlsin 3y bərabər olmalıdır. 8x çıxılsın 6y. 6y bu tərəfə gələndə 9y bərabərdir. 8x-dən 2x çıxanda 6x. 6x. Deməli, 3-ə bölsəm 3y bərabərdir 2x-a. 2x 3y-dir. Mənim bucağım 2x 3y-dirsə burada yerinə yazsam, Məsələn, təsəvvür edin AB bucağı budur. A, O, B bucağı. Bu da C şüası. Tən böləndə o C. Deməli, 2x üstə gəl 3y nədir? 2x 3y qoysam, burada yerinə 2x-in yəni 3y qoysam, 6y olacaq. 6y. Digərdə 8x çıxılsın 6y-dir. Yəni bu bucaq 8x çıxılsın 6y-dir. Hə, bir dəqiqə. Bir dəqiqə. Bunu da 4-ə vursam. 4-ə vursam deməli 8x 12y-dir. 8x 12y-dir. 6y çıxanda bəli 6y bura olacaq da. Bu tənbələn də 6y bura olacaq. Ümumi bu olacaq 12y. Burasını düz tapmışam. Yəni burada heç bir problem yoxdur. Sadəcə burada video biraz uzanır, üzünüzü ayırsınız, amma yəni yoxlamaq üçün deyirəm. 12y olacaq. 12y AB bucağıdır. AB bucağı da kör bucaqdır. Kör bucaq da 90 ilə 180 arasında yerləşir də. Yəni ki 90 ilə yəni 12y kör bucaq 90 ilə 180 arasında yerləşməlidir. Burada nə problem var ki? Heç bir problem yoxdur. AB bucağın ala biləcəyi qiymətlərin cəmini tapın. X-dən y natural ədəddir.
Bu şərti də burada saxlayaq. Deməli 2x 3y. Bu şərt də burada belə gözləsin bizi. Deməli burada nə almışdım? 7,5. Demək 12-yə bölmüşdüm də. Bəli. 7,5 ilə y eləşir 7,5 ilə 15 arasında. Bəli, 12-yə böləndə bunu alırıq. Hər birini 12-yə böldük. Y burada nələr ala bilər dedik? 8, 9, 10. Bir dəqiqə. 8, 9, 10, 11, 12, 13, 14 ala bilər. Düzdürmü? İndi fikir verin. Baxın, bu bərabərsizliyi ödənməli idi. Bu bərabərsizliyi ödənməli. 2x, 3y olmalıdır. İndi y-in yerinə məsələn 8 qoysam ödəyir. 9 qoysam ödəmir. Y-in 9 qoysam, baxın 3 vur 9, 27, 2-yə böləndə x natural olmur. Burada deyir axı, x ilə y natural olmalıdır. Və tək ədədlər ödəmir. Cütlər ödəyir. 8, 9, 8, 10, 11 tək ədəddir, 12 ödəyəcək. 13 tək ədəddə ödəməyəcək. Cüt ədədlər ödəyəcək. Çünki y-ə qoyduğum natural ədəd 2-yə bölünməlidir. Düzdürmü? 8, 10, 12, 14 toplayanda. Deməli 8 ilə 12, 20, 30, o da 14, 44. Bəli. 44-ü 12-yə vuracağıq. Çünki 12 y-dir. Y-ləri toplayıb sonra 12-yə vurdum. 44-ü 12-yə vuranda neçə eləyər? Deməli 88, 88, bu da deməli 44. 8, 12, 528. Çox qəşəng sual idi. Olacaq cavabımız 528 D variantı. Maraqlı bir sual idi. Maraqlı bir sual idi uşaqlar. Çox maraqlı bir sual idi. Demək, bir dənə ötəri gedim üstündən. AB, OC burada tən böləndir. Deməli, bu bucağa bərabərdir. Belə bir bərabərlik alacaqsınız. Yuxarıda qeyd olunub. 2x bərabərdir 3y alacaqsınız oradan. Və ümumilikdə bir bucağın 6y olduğunu görüb, o biri bucağın da 6y deyəcəyiz tən bölən. Daxı bunların cəmi 12y olacaq. Həmin 12y kör bucaq olduğu üçün 90 ilə 180 arasındadır. O bərabərsizlikdən 7,5 y 7,5 ilə 15 arasında yerləşəcək və oradan baxın 2x ifadəsinə görə y burada cüt ədəd olmalıdır. Ona görə y-in cüt ədədlərini götürəcəksən. 8, deməli 10, 12 və 14-ü götürəcəksən. Bunları bir-bir 12-yə vurmaqdansa bunları toplayıb sonra 12-yə vurdum və cavabım da 528 olacaq. Çox maraqlı bir sual idi 10-cu sual. Çox maraqlı bir sual idi. OC şüası bizə deyir ki, OC şüası 120 dərəcəyə bərabər olan AOB. Bax, bu AOB 120 dərəcədir. 7-8 nisbətində bölüb. Fikir verin, ha. Və 7-8 nisbətində bölüb. YO AOC-nin tən böləndidir. Bax, bu qırıq-qırıq olan nöqtə tən böləndir. Tən böləndir. Yəni, bura x-dırsa, burada x-dır. İndi bizə demişdi ki, AOB-ni OC şüası, bax bu şüa 7-nin 8-ə bölüb. 7-nin 8-ə. Düzdürmü? 7-nin 8-ə bölübsə, bax OC şüası 7-nin 8-ə bölüb. İndi bir dəqiqə. Birinci ondan istifadə eləyək. 7-nin 8-ə bölübsə, məsələn, bura 7x-dırsa, bura 8x-dırsa, nə olacaq bu? BOY-nin, indi 2 dənə hal var da ona görə. Burada 2 dənə hal var. Bura 7x olsa, bura 8x olsa, necə olacaq? Axı, OC şüası 2 cür bölə bilər. Necə olacaq? Bunların cəmi olacaq 15x. 15x bərabərdir. Axı, deyir 120 dərəcəlik bucaqdır. Buradan x alacaqsan 8. X 8-dirsə, BOY-ni soruşur. BOY, bax, buranı soruşur. Axı, x 8-dirsə, bura 3,5 düşəcək. Çünki həmin OY də tən bölən idi. Bizdən nəyi soruşur? 3,5 x-la 8x-in cəmini. Yəni 3,5 o da 8. 11,5 x-i soruşur. 11,5 x BOY-nin qiymətidir. Ala biləcək qiymətlərin fərqinin modulunu tap. X-in 8 qiyməti elə bizi gözləsin. 11,5 x-i 8-ə vurmuram hələ ki. Yəni bir qiymət 11,5 x-dir BOY-nin. Digər qiymət isə bura 8x olanda, bura 7x olandadır. O da nə deməkdir? O da o deməkdir ki, 8x-i 4x kimi böl, burada 7x-dir. Deməli, BOY-nin bir qiyməti də 11x-dir. Bir qiyməti də 11x-dir. 11 tam yox, 11x-dir. Bunların deyir fərqinin modulunun tap. 11,5x-dan da 11x-i çıxanda
0.5 x almış olacağıq. X-in qiyməti də 8-dir zaten. 120-ni 15-ə böldüm. Yəni 0.5-i 8-ə vuranda neçə eləyər? 4 dərəcə. Məsələn, 8-in yarısı da yəni. Bax belə. Növbəti sual. Növbəti sual deməli 12-ci sual. ABC 148 dərəcə. ABC 148 dərəcə. BD isə ABC bucağının tərəfləri arasından keçən ixtiyari şüadır. Bir dənə ABC bucağı çəkməyə çalışaq. ABC. Bir dənə BD şüası. Tərəfləri arasında keçən ixtiyari şüadır. ABD və DBC bucaqlarının tənbölən arasındakı bucağı tap. Deməli, ümumi 148 dərəcədir. ABD, DBC. ABD. Buradan bir dənə tənbölən çıxacaq. ABD-nin tənböləni, bir də DBC-nin tənböləni. Bir də buradan tənbölən çıxacaq. Və buradakı bucağı bizdən soruşur. Tənbölənləri arasındakı bucağı tapın. Demək, ən yaxşısı uşaqlar, ən yaxşısı burada qiymət verməkdir. Necə? Bir dənə ABD, daha doğrusu ABC şüası çəkirəm. ABC daha doğrusu bucağı çəkirəm. 148 dərəcədir. BD şüası da tutaq ki, buradadır. 148-i BD şüası istədiyiniz bucağa ayırın. İstədiyiniz bucağa. Elə bucağa ayırın ki, burada sonra ABD-nin tənböləni tapa biləsiniz. Yəni 2-yə bölünən kimi ayırın. Yəni necə? Məsələn, deyək ki, 100 ilə 48. Bura 48 deyirəm. Burada 100 deyirəm. Düzdürmü? 100 ilə 48. Fərqi yoxdur. Sonra da bir dənə bu ABD-nin tənböləni, yəni 48 2-yə bərabər yerə bölünəcək. Bura 24 olacaq, burada 24 olacaq. Sonra bir dənə də bu DBC-nin tənböləni, bura 50 olacaq. Burada 50 olacaq. 102 bərabər yerə bölünəcək, 48 2 bərabər yerə. Bizdən bu bucağı soruşur. Bax bucaq, tənbölən arasında bucaq. Yəni 24 ilə 50 olacaqla 74 dərəcə. Deyərsiniz ki, bəs başqa bucaqlarda ödəyərmi? Bu nə qaydadır, yəni riyaziyyatda? Ödəyər. Baxın. Baxın. Çox gözəl qaydadır əslində. ABC bucağı 148 dərəcədir. Bu adlandıraq ABC, bu D-dir. Buradan bir dənə tənbölən çıxacaq. Buradan bir dənə tənbölən çıxacaq. Bu tənbölən arasındakı bucağı soruşur. Biz də 148-i başqa nisbətdə bölmək istəyirəm. Məsələn, 8-in 140-a. 140 da 2 bərabər yerə bölünüb. Bura 70, bura 70 olacaq. 8 2 bərabər yerə bölünüb. Bura 4 4 olacaq. Bax, bura 8-dir. Bura 140-dır, 148-dir. Bax, fikir verin. Bu bucaq arasındakı bucaq nə oldu? 4 ilə 70-in cəmi oldu. Yəni bu sualın cavabı necə istəyirsən elə 74 dərəcə olmuş olacaq tənbölən arasındakı bucaq. Hələlik bu qədər dostlar. Digər videoda inşallah görüşərik.